adi kitab insanın hafızasını gücləndirir. İnsanda xoş vərdişlər yaradır. İnsanda zehni inkişafı daha çox gücləndirir. Qavrayışı, təsəvvürü sürətləndirir. Yəni, bir insan onu oxuyub qutarandan sonra özünü daha çox cümlə istəyir. Amma bu kitab sanki mənə bir tapşırıq verirlər. Mən bu tapşırıq elədim onlara. Tapşırıq elədim, biraz bir zəhmət var üstündə. Amma adi kitab zövq verir ona. Fərqə baxın, zövq verən şey insanı yormur. Amma hansı ki zəhmət var, ancaq edirəm də zəhmət eləmək lazımdır. O insana bir yorğunluq əmələ gəlir. Bir kitab oxuyan insan rahatlayır. Adi, vərəqli kitab oxuyan insan. Oxusa da rahatlayır və fikirləşir. Amma planşetdən oxunan kitab insana bir növ yorur. Düz məlumatlandır. Məsələn, əlimdə məlumatım oldu mənə. Amma zövq almadım.